Deməli burada Səlma artıq molladan məktub oxutdurub gəlibdi və İsmətə qeyd edir ki, yəni Qanpolad artıq gəlir. İsmətə burada deyir, gül rəngin afət görməsin, solmasın, İsmət heç bir gün sənsiz olmasın, Əlmasım, İsmətə Əlmasım deyə müraciət edir. İsmət də deyir ki, icazə verirsinizsə, əgər gedim mən bir anama tez deyim gəlim. Bu xəbəri verim gəlim. Kimsə deyir rahat deyildi ona görə. Səlma deyir ki, get amma tez gəl, hazırlıq görəcəyik. İsmət burada gedir. Sonra burada Səlma deyir ki, get parlaq çiçək, eyni zamanda parlaq çiçək deyə də müraciət edir. İsmət uzaqlaşır, amma uzaqlaşarkən içərisində bir narahatlıq var. Deyir ki, ax fəqət intiqam dilərsə Orxan, İsmət xoşbəxt ikən olur bağırqan, ey bizi yoxdan yaradan Allah, rəhm elə, səndən başqa bir pənahım yoxdur. Orxan, ah, demək ki, Qanpoladdan xəbər var. İzzət, evet, yarın şübhəsiz gələr, çıxar. Orxan, zərər yoxdur, onu mən sağ qoysam əgər, dünyada yox məndən alçaq bir nəfər. İzzət də deyir ki, mərd atalar bir məsəl söyləmişlər, daldan atılan daş topuğa dəyər. Deməli, testlərdə bəzən çıxır bu daldan atılan daş topuğa dəyər kimin dilindəndir. Gördüyümüz kimi burada bu fikri İzzət demişdi. Daha sonra Orxan deyir ki, bir ay pusmaq lazım gəlsə aç-susuz, bəklərim onsuz rahatsız, uyğusuz. Aman vermərəm ki, sağ qovuşsun evə, nazlı yarını öpsün sevə-sevə. Yəni bir qarşısına artıq bu bir məqsəd qoyub ki, mütləq mən onu öldürəcəm. Daha sonra İzzət də deyir ki, ah sən nə üçün deyir qandırmadın İsməti? Sən deyir gərək əvvəldən onu qandıraydın. Alıb deyir qaçıraydın. İndi deyir gözəl ömür sürüb keyf eləyirdin. Qanpoladdan da heyfini çıxarmışdın. Orxan da deyir ki, of deyir ağırdan sanki çatlıyor başım. İzzət. Yiğit hər zaman yiğitdir qardaşım. Yenə az-çox əldə fürsət var hələ. Yalnız açıq göz ol sən. Vaxtı deyir bəklə. Yəni vaxtını deyir bəklə. Vaxtı olanda deməli hərəkətə keçərsən. Sonra deməli Orxan da deyir ki, xeyr deyir, bəklədikcə deyir, hövsələm daralır. Daha sonra Orxan da deyir ki, bəklədikcə hövsələm bitər. İzzət də deyir ki, haydi gəl gedəlim, artıq gəl yetər. Orxan da deyir ki, ah qəlbimə sanki od ələvd olmuş. Deməli burada bir fikir var ha, bu İzzət deyir, sən deyir onu gərək qaçıraydın da başqa bir yerə. İndi deyir gözəl-gözəl sürüb keyfini çəkirdim. Burada deməli bu Müsbət Fəxrəddin əsərində də Fərhad Cahangirə belə bir məsləhət vermişdi ki, qızdır da, yəni uzağa bir neçə həftə deyək ki, atılıb düşəcək biraz. Sonra deyir, sən onun başını tovlayarsan da, yəni yavaş-yavaş deyir yumşalacaq. Burada da İzzət belə bir məsləhət vermişdi öz dostuna. Sonra bax, bunlar yenə də söhbət eləyir Orxandan İzzət. Deyir, bundan getməsəm, mən deyir, buradan İsməti görməyincə getmərəm də. İzzət də deyir, şaşırdın. Orxan, nasıl? İzzət deyir ki, görmədin, deyir, indicə İsmət getdi də. Orxan da deyir ki, yox, görməmişəm. Deməli, İsmətin çıxıb evlərinə getmişdi, axı Səlmaya demişdi. Onu İzzət görüb, amma Orxan görməyib. İzzət deyir ki, ah, bugün sən pek başqa bir hal keçirməkdəsən. Orxan, gəl deyir, nə yapmaq istiyorsun, söylə əvvəl. İzzət də deyir ki, gəl, çox söyləmə, çox uzatma. Şimdi bulmalıyam mən onu. Aha, şimdi deyir, mən onu bulmalıyam. Orxan deyir ki, heç olmaz. İzzət deyir ki, böyle tələsməkdən bir şey umulmaz da, təhəmmül gəl. Biraz deyir, səbr elə qardaşım. Orxan, heç olmaz deyir. Əl kişidə olar bir söz, bir məram. Əzm eylədim, məhv olsa aləm, tamam, dönməm geri deyir. Hər yan bana açıq yol. Haydi, gəl gedəlim. Fəqət əmin ol, ya gərək İsmət eşqimi alsın, ya Qanpolad alqanlara boyansın. Görünür ki, Orxan artıq burada öz fikrində qətidir. Səlma da deyir ki, ya Rəbb, şükür. Dərgahına çox şükür. Səlma da aqibət xoş bir gün görür. Gerçək kim zənn edərdi birdən-birə, bir kağız böyle ruhu şənləndirə. Oğlum Yusif kimi həbsə düşmüşdü. Deməli, burada fikir verirsiniz, öz oğlunu Yusifə bənzədir. Qeyd edim ki, Qanpolad həbsdə idi.
Ona görə, yəni, anasına da artıq bir neçə aydır ki, məlumat göndərə bilmirdi. Şükür deyir, qurtulmaq xəbəri yetişdi. Ah, onu yalnız bir də sağ görsəydim, dünyada olmazdı həsrətim, dərdim. Səlim. Salam bacı, müjdəmi ver, müjdəmi. Səlma. Nasıl müjdə deyir. Səlim bu deyir, oğlun gəldi. Səlma təlaş ilə köydəmi? Səlim evet köydə şimdi gəlir. Səlma çox sevinclidir. Deyir ki, hər bəladan saxlasın sizi tanrım. Söylə deyir, müjdən üçün nə istəyirsən? Səlim də deyir ki, artıq sən bilirsən. Səlma deyir ki, yaxşı sultanım. Səlim gəzdim deyir, dolaşdım, uğradım hər elə. Mən belə bir qadın görmədim hələ. Böyüklükdə mərhəmətli seçilmiş, alicənablıq boynuna biçilmiş. Söz yox deyir, belə bir qəlbi geniş qadından doğar Qanpolat kimi bir qəhrəman. Bu hissəni də tez-tez testlərdə görə bilərsiniz ki, bu hissə kimin dilindəndir. Gördüyümüz kimi bu da Səlimin dilindəndir. Burada Səlmanın böyüklüyü haqqında fikirlər, alicənablığı haqqında fikirlər söyləyir. Səlma əlində bir kəmər çıxara, işdə gümüş kəmər, həm də yepyeni. Sonra yenə məmnun elərəm səni. Deməli, Səlim gəlir, Qanpoladın gəlməyi haqqında məlumat verir. O da Səlimə belə deyək də muştuluq olaraq gümüş kəmər bağışlayır. Amma deyir, mən sonra səni yenə də məmnun eləyəcəm. Səlim çox sağ ol. Səlma, toyda da bir xələtim var. Hələ deyir, toyda da bir xələt verəcəm sənə. Səlim, bu məncə ən dəyərli bir yadigar. Bir yadigar ki, heç unutmam bunu. Şimdi deyir, gedim deyir, qarşılayım sənin oğlunu. Səlma, get, Arslanım, get, sevindirdin məni. Oğlum şadikam etsin. Oğlum şadikam etsin Allah sənin. Ah, ürəyim sanki deyir, dönmüş məşələ. Ya Rəbb, təhəmmül ver, səbr et, eylə. Hər anaya et mənim kimi dilşad. Of, yenə sağ gəlib çıxdı Qanpolad. Qorxaram ki, deyir, xəbər duyarsa İsmət sevincindən məcnun olar, nəhayət. Elə bax bu vaxtlarda silah səsləri gəlir. Yəni çox qorxucu silah səsləri gəlir. Səlma deyir, aman ya Rəbbi, hep tüklərim ürpər. Köydə mütləq qanlı bir atışma var. Yoxsa yenə deyir çarpışırmı qaçaqlar? Səlma ilk olaraq elə düşünür ki, bu qaçaqlardır. Yəni bir-biri ilə vuruşurlar, atışırlar. Murad da əlində bir tapança olduğu halda təlaş ilə koşaraq, eyvah deyir, can qurtaran yoxmudur? Elə qeyd edirəm ki, Qanpoladı da öldürən Murad idi, amma Murad bilmir. Səlma Qanpoladı anası olduğunu, sadəcə olaraq özün kömək üçün bir yer axtarırdı ki, təxmini Səlma ananın evinə gəlib çıxmışdı. Səlma, nə var? Murad, imdad deyir. Həmişə imdad məni qurtar. Səlma, gəl oğlum, gəl, heç qorxma Murad. Ah, mərhəmət, yoxsa məhv edərlər məni bu saat. Səlma evi göstərərək, haydi deyir, gir çabuk bir tərəfdə saxlan. Allah böyükdür, bir şey olmaz, inan. Murad, ah xanım, bir sənsin mənim pənahım. Mən deyir, qərib kimsəyim, yox bir günahım. Qərib olduğunu qeyd eləyir. Öz də burada deyir ki, mənim günahım zadım yoxdur. Görürsünüz ki, burada yalan danışır. Səlma, haydi deyir, içəri gir, gizlən bir yanda, təlaş etmə, kəndini bir amanda. Murad kəndi kəndinə, Orxan, işte sənin yüzündən qatil oldum. Deməli, Səlma, artıq deyir, çəkilmə, durma sən. Murad, Allah razı olsun. Səlma, tez çəkil, durma. Ah, deyə içəri keçir. Daha sonra Səlim əlindədir xəncər təlaş ilə. Burada Səlmanda bir nitq var. Deyir, zavallı pek çox qorxuyor. Amma kim bilir hangi vicdansız qudurmuş biçarəyə məhv etmək istiyormuş. Həm qərib deyir, həm kimsəsiz, həm köməksiz bütün dünya toplanıb gəlsə, hər kəs Allah şahid, mən onu vermərəm deyir ələ. İnsaf yoxmu? Səlma ölməmiş hələ. Səlim əlindən xəncəri təlaş ilə qoşaraq, ah deyir, o xain nədə, o qatil nədə? Səlma da deyir, kim oğlum? Səlim, ah o miskin rəzil nədə? Səlim burada Murad axtarır. Səlma, yavrum, Qanpoladdan xəbər ver mənə. Səlim, buradan bir qaçmadı mı bir yana deyir, birdən qaçmadı. Səlma, qollarından tutub təlaş ilə, o kim, nasıl qatil bu? O deyir, o kim, nasıl, qatil bu, yəni deyir, qatil budur ki o. Səlim də deyir ki, Çərkəz Murad. Orxanın yoldaşı alçaq bir cəllad, Səlmanın gizlətdiyi adamı deyir, kömək etdiyi adamı deyir. Səlma, Səlim vazgeç oğlum, qaçan qovulmaz. Səlim, xeyr deyir, o vəhşiyə mərhəmət olmaz. Səlma, kim öldürmüşdür, bir söylə anlat, hələ xəbəri yoxdur ki, Qanpoladı vurub Murad. Səlim, sonra ah bilməm deyir, sorma, ah bilməm. Səlma, nə var söylə. Səlim, heyhat. Bu bir cinayətdir ki, ağzım dilim söyləməkdə aciz.
Selma, ah Səlim, Səlim. Hə, nə var? Aç söylə, anlat hepsini. Səlim, işte deyir Səfil Orxan, vicdansız, dənsiz, vurulmuş İsmətə. Qarşılıq yalnız təhqir eləmiş onu biçarə qız. Alçaq hərif bundan çox öfkələnmiş, Qanpoladın gəldiyini öyrənmiş, fürsət deyə kəsmiş yolu cəllad, pusub durmuş yanında İzzət Murad, birdən-birə hər üçü, deməli, Qanpolada hücum eləyir kim? İzzət, Murad, bir də Orxan. Birdən-birə hər üçü, Səlma söylə, söylə. Səlim hücum eləmiş qurşunlu xəncərlə. Mən koşaraq qaçırmayıb fürsəti. Varıb gördüm ki, Orxan İzzəti ilk atəşdə, deməli varıb gördüm ki, Orxanı İzzəti ilk atəşdə Qanpolad yerə sərmiş. Deməli Qanpolad Orxanı və İzzəti öldürür. Hər ikisi deyir parçalanıb gəbərmiş. Aha. Orxanı və İzzəti öldürür. Səlma, südüm deyir halal olsun oğul Qanpolad. Peki sonra Səlim, ah fəqət xain Murad. Nişanlanmış Qanpoladın qəlbini, ah sağalmaz bir yerə açmış dəni. Deməli Qanpolad İzzətlə Orxanı öldürə bilir. Murad da Qanpoladı vurur. Səlma, ah Səlim, sağalmaz deyir bir yerə açmış dəni. Of deyir quzum, toy qisməti olmadı sənə. Şiddətlə ağlar, biraz sonra təbdili tevr ilə, hayır, hayır, göz yaşı tökməm ona. Səlim, hə, gerçi dünyadan deyir, Səlma deyir ki, ona deyir, mən göz yaşı tökmərəm, çünki deyir, dünyadan almamış kamını, qanlısından almış intiqamı, deyir, qanlısından deyir, intiqamını alıbdır. Səlim, fəqət Murad, qaçsa da sağ qurtulmaz. Bir tərəfə qoşmaq istər. Səlma hiddətli, Səlim, bırak getsin, qaçan qovulmaz. Yüzlərcə öylə miskin parçalansa, bir tükünə də dəyməz oğlumun əsla. Deyir, sən onu deyir, öldürsən də heç mənim oğlumun tükünə də dəyməz də o. Səlim gəldiyi tərəfə baxar, birdən-birə həyəcan ilə, gəl ana, oğlun gəldi işdə. Səlma yola baxaraq, eyvah, kəşk öləydim, görməyəydim, Allah. Hər ikisi yola doğru qoşar. Sonra Qanpolad yaralanmış olduğu bir halda ləzginin yardımı ilə görünür. Səlim, Səlma da ətrafını almış olurlar. Səlma, oğlunu bağrına basıb ağlayaraq, oğul, oğul, Qanpolad, uf ana, can Qanpolad. Ah sana deyir, kim qıydı, kim, hangi cəllad, Qanpolad, ağlama, heç kimsə qıymamış bana. Düşmanım qanlı taleyimdir, ana. Bu da testlərdə düşür. Düşmanım qanlı taleyimdir, ana. Nitqini kim deyir? Qanpolad. Bu sırada anasının qucağına yıxılıb uzanaraq, ana, heç təlaş etmə, heç sıxılma. Səlma, ah yavrum, kaş ki məhv olsaydı Səlma. Görməyəydi səni alqan içində. Ləzgim, ah Murad, alçaq Murad. Səlim, durma sən də. Haydi, fürsətdir, intiqam almalı. Qanpolad, Səlim istəməz. Hayır, Ləzgi deyir ki, hayır, tez bulmalı. Evet, xain gərək həddini bilsin. Namərd üzü yer yüzündən kəsilsin. Bu da testlərdə tez-tez düşən məqamdır. Bunu isə Ləzgi deyir, namərd üzü yer yüzündən kəsilsin. Qanpolad, Səlim, bura haqsız yerə tökmə qan. Mən kəndi intiqamını aldım onlardan. Deməli, görürsünüz, Qanpoladda son anda nə deyir? Deyir ki, mən intiqamımı almışam, lazım deyil intiqam almaq. Qan tökmə. Bir də bu arada Fəxrəddinin son nəfəsində nə demişdi, onu da xatırlayaq. Fəxrəddin isə son nəfəsində qardaşına demişdi ki, Şahmara, Məktəbxana deyir Azərxana məndən sonra təkinşanədir, dağıtma, Səadətə hörmət eləyin, düşməni bağışlayın. Bunu qardaşına demişdi, yəni Şahmara. Səadətə isə demişdi ki, deməli, yəni deyir ki, Səadətə isə nə demişdi? Demişdi, ağlama deyir, mərdanə ol, qəza işidir. Mən deyir, təzə bağda dəfn eləyin. Yəni bunu Səadətə demişdi və eyni zamanda Səadətə onu da demişdi ki, qan tökmək kifayətdir. Deməli, Səadətə nələri demişdi? Ağlama, mərdanə ol, qəza işidir. Təzə bağda dəfn eləyin, qan tökməyin. Şahmara isə demişdi ki, Məktəbxana Azərxana məndən sonra tək nişanədir, dağıtma, Səadətə hörmət eləyin, düşməni bağışlayın. Belə bir şey demişdi. Və bir də Fəxrəddini öldürən bilirsiniz də Əhməd idi. Fəxrəddin Qanpoladdan fərqli olaraq özü qisas almamışdı. Orada elə bir ki, Əhmədi isə bilirik ki, Murad öldürmüşdü Şahmarın tüfəngi ilə. Yəni bu da bunların arasında bir fərqli məqamdır. Daha sonra Səlma, ah yavrum deyir quzum, sən rahatsız olma. Nasıl, yaran nasıl? Qanpolad,
Uf, yandım ana, alevləndi qəlbim, tükəndi səbrim. Ah, biraz su, ateş salmış hər yerim. Daha sonra Səlma, aman evladım, su zərərdir sana. Qanpolad, ah nerede İsmət, çağır gəlsin bana. Deməli, son nəfəsində İsməti istəyir. Daha sonra bilirik ki, Fəxrəddin də son nəfəsində Səadəti çağırmışdı. Sonra harda qaldıq? Hə, deməli İsməti istəyir. Sonra İsmət gəlir çıxır burada. Deməli, hə, deməli Qanpolad Qanpolad deyir ki, İsmət, son nəfəsimdir, ax çabuk gəl. Gəl gediyor Qanpolad. Səlma deyir ki, gələcək. Qanpolad əlvida, əlvida gözəl İsmətim. Səlma da deyir ki, aman ya Rəbb, uf kəsildi taqətim. Qanpolad. İsmət, ah sən misin Səlma? Ya Rəbb, mərhəmət. Ya Rəbb, mərhəmət, mərhəmət ya Rəbb. Burada artıq İsmət gəlir. Qanpolad da deyir İsmət. İsmət də deyir ah Qanpolad. Qanpolad deyir əlvida. İsmət də deyir eyvah. Qanpolad əşhədü ən ilahə illallah. Daha sonra Səlma deyir ki ah getdin. Səni çox gördümü tanrım. Qızıl güllər açmış köksündə yavrum. İsmət. Hayır, yalnız buraxmam əsla səni. Burada İsmət özünü öldürmək istəyir. Qanpoladın xəncərini çəkir, özünü vurmaq istəyir. Səlma da xəncəri onun əlindən alıb hiddətlə deyir ki, mən səndən daha müstəhiqim İsmət. Qanpolad, sən nə tez unuttun məni. Qanpolad, sən nə tez unuttun məni. Lakin Allah deyir nə etmiş bunu, lənət. Lənət bu İqbala, bu ömrə lənət. Bax, burada İsmət özünü öldürmək istəyir Qanpoladdan sonra, amma Səadət isə belə bir şey demişdi ki, mən deyir əslində səni bu mərtəbədə istəməsəydim bir anda sağ qalmazdım. Amma deyir ki, mən istəmirəm, deyir, yəni ölümdə sən deyir, işlərini davam eləyəcəm. Amma deyir, bilirəm ki, səndən sonra ömrüm uzun olmayacaq. Sonra İsmət də deyir ki, ah Qanpolad, könlümdə qaldı həsrət. Səlma qapıya yaxınlaşaraq şaşqın və sinirli bir halda Allah Allah, təhəmmül ver, səbr ver. Açıl, yarıl, parçalan, ey alçaq yer, yarıl. Bu talihsizi çək qərinə, özünü nəzərdə tutur. Bəndə artıq deyir səbir yox. Yalnız deyir bir pənahım oğlum varkən qanlı torpaq ayırdı onu məndən. Ya Rəbb, ədalət, məni öldür, qurtar. Ya Rəbb, hər yer deyir mənə zindan kimi oldu artıq. Ah deyir bu xain qonaq aman istərkən nə üçün mən ona yer verdim bilmədən. Burada özünü biraz qınayır ki, yəni o xain qonaq, yəni Muradı nəzərdə tutur ki, o deyir məndən aman istəyərkən nə üçün deyir mən ona yer verdim bilmədən. Oğlumun köksünü deyir yarsın da gəlsin, bir cəllad kəndini amanda bilsin. Xeyr, xeyr deyir, bu mümkün deyil əsla. Sağ buraxmam deyir mənim pəncəmdə hala. Onun həddini bildirir bu əllər. Qəlbinə gərək yerləşsin bu xəncər, gərək bulsun cəzasını. Burada özü ilə biraz elə bir ki, biraz burada özünü qınayır. Bir an fikrə gedir ki, həmin o qonağı öldürüm. Ah deyir fəqat oğlumun ruhu bəlkə eylər nifrət, bəlkə məndən incinir. Çünki şimdi qan tökməyə əsla riza vermədi. Sonra bunu fikirləşir ki, oğlu axı ölməmişdən əvvəl demişdi qan tökməyin. Həm deyir mültəci, həm qərib, həm misafir. Xeyr deyir, vicdanım olmaz buna qadir. Bir də deyir, hər nə yapsam bu dərdi silməz. Məhv olsa aləm, Qanpolad dirilməz deyir. Nə fərqi var ki, onsuz da dirilməyəcək ki. Xeyr deyir, əfv etməli, getsin miskin, xəcalətdən ölsün, yerlərə keçsin. Dönüb İsmətlə oğluna baxaraq, ya Rəbb deyir, ah bu nasıl mənzərə, dəhşət, sonsuz bir iftiraq içində vüslət. Şəfəq zənn olunan şey yanğın oldu. Qönçələr açmadan saraldı, soldu. Ah nasıl deyir iki heykəl gibi bihuş, bir-birini eyləmişlər dərəğuş. Qanpoladla burada İsməti bir heykələ bənzədir. Sonra ətrafa baxaraq xeyr deyir, gecikdirməsi pek səmərsiz. Buradan şu qanlı dəf olsun gərəkdir. Yoxsa xain deyir parçalanar əllərdə. Deyir mən onu deyir gərək buradan tez dəf eləyim, yoxsa onu parçalayacaqlar. Bir baxayım deyir kim var, Səlim Gelnər də büsbütün uzaqlaşıb gedər. Sonra Murad əlində tapança evdən dışarı çıxır. Həmin gözü Qanpoladın cənazəsinə ilişərək titrər. Murad şaşqın və qorxulu bir halda, ah mən deyir nə yapdım, nə günah işlədim. Burada öyrənir ki, deməli bu
Səlmanın oğluymuş da. Durduğum yerdə deyir mən nə xəlt elədim. Qanpolad, işdə deyir qıydığım Nevcavan tükənməz bir uyğuya dalmış. Aman, aman ya Rəbb, nədir bu qorxunc əhval? İsmətin halına diqqət edərək, ah bu qız deyir, nə üçün belə pəjmürdə hal? Bu İsmətmi solğun bir gülə dönmüş, Orxanı yandıran atəşmi sönmüş? Odur o, deyir, qızcığaz nasıl da bayğın. Ah mənim bais əllərim qırılsın. Peşmanlığını görürük artıq. Burada Murad peşman olubdu. Xeyr, deyir, bundan sonra durulmaz burada. Tez sovuşmaq gərək başqa bir yurda. Yoxsa deyir, buğum-buğum doğrarlar məni. Qurtaracaq yox bir havadar məni. Əlindəki tapançaya baxaraq, boş bir silah deyir, pek tuhaf. Şimdi bundan həm daşıyan qorxuda, həm düşman. Qaçmağa hazırlaşarkən Səlma qarşısına çıxar. Murad təlaşlı və şaşqın, ah, Səlma, qonaq qardaş dur, təlaş etməsən. Qorxma deyir, bir zərər gəlməz sənə məndən. Amandasan, heç qorxma, heç sıxılma. Çünki deyir, mən əvvəldən söz verdim sənə ki, sən bir qonaqsan, qatil olsan belə, Səlma həlak olur da səni ələ verməz. Murad tapançanı yerinə qoyaraq, aman, ah nə böyük qadınsın, Səlma, aman. Amma deyir, bir ricam var, sənin adın nə? Murad, sorma. Səlma, bilmək istərim, söylə. Murad, Çərkəz Murad. Səlma sinirli və çılğın bir halda, ya Rəbb, mərhəmət. Ah, oğul Qanpolad. Murad başını aşağı dikərək kəndi-kəndinə hiddətlə, öldürdüyün Qanpolad. Səlma pənah. Murad, sən nə vicdansız oldun, eyvah. Səlma, aman nə müşfiq deyir, mövqedə qaldım, ah, ah, nə talihsiz ana oldum, ah. İsmət bu sırada saçlarını aralayaraq başını qaldırıb baxır. Səlma yumşaq səslə, Murad, sən həm qəribsin, həm mültəci. Buradan sağ qurtulub gedərsin şimdi. Fəqət bilməlisin şu qanlı arslan, şu qıydığın cavan oğlumdur. İsmət çıxıraraq, aman, ah, nərdəsin Səlim, gəl işlə deyir fürsət, qanlımız burada. Murad, ah. Səlma İsmətə, sus qızım İsmət, sus, qərib bir qonaq ələ verilməz deyir. İsmət də Səlmadakı xəncəri almağa çalışaraq, xeyr deyir, belə vicdansız gərək ölə. Deməli, bu xəncər söhbəti görürsünüz, burada bir neçə yerdə var. Deməli, bu Qanpoladın axı xəncərini götürdü, İsmət özünü öldürmək istədi. Sonra Səlma o xəncəri aldı. İndi burada da İsmət Səlmanın əlindən həmin xəncəri alıb almağa çalışır. Hayır deyir, böyle vicdansız gərək ölə, yəni Muradı öldürmək üçün. Səlma İsməti əli ilə rədd edərək amandadır yavrum, bildinmi? İsmət həyəcanlı bir halda Murada cəllad cənazəyə qucaqlayaraq, ah, qanın yerdə qaldı mı Qanpolad? Murad Səlmanın əlindən xəncəri qaparaq İsmətə, xeyr deyir, bu qan yerdə qalmaz, bax işte. Ürəyinə saplamaq istədiyin halda özünü öldürmək istəyir burada Murad. Səlman yenə əlindən alıb xəncəri özünü öldürmək istəyir. Həmin o xəncərlə xəncər yerə düşər, dərhal kəndisi alır. İcazə vermir burada Muradın özünü öldürməyə. Səlma hiddətlə Murad, doğrayın deyir mənim riştə. Evet, doğrayın, məhv olmalı zalım. Ah, deyir, bir alçağa mərhəmət nə lazım? Qanlı bir canavara sağ buraxılmaz. Mən bir xainim, öldürün. Səlma, heç olmaz. Murad, yaşatma, öldür ana. Məncə hala. Billah gəbərmək yaşamaqdan evla. Sonra Murad diksinərək, Səlma deyir ki, xeyr, mən sənə sən bana eylərkən iltica söz vermişəm, dönməm sözümdən əsla. Bu sırada bir-iki ıslıq və tapança səsi eşidilir. Murad diksənərək, aman ya Rəbb, Səlma qolundan tutub çəkərək, gəl, heç təlaş etmə, gəl, qaçmaq gərək. Qorxarım, arta əngəl. Murad kəndisi hər tərəf qorxuluq, qaçmaq səmərəsiz aşkar. Ah, mən nə bir yol bilirim, nə bir iz, Səlma. Gəl, heç qəm etmə, gəl, bax, işte bir yol. Düz, qorxusuz bir dərədir, əmin ol. Buradan çıxar bir köyə həm çox sürməz. Sağ qurtulub gedərsin, kimsə görməz. İsmət başını qaldırıb həzin və atəşli bir ahənglə, ya Rəbb, nə bəxtiyar imiş ölənlər. Murad, Səlmaya, ah, nə qədər alicənabsın. Alicənab sözünü Murad bir deyir Səlmaya, bir də deməli, Səlim gətirib xəbər vermiş də Səlmaya ki, oğlun gəlir. Bir də orada Səlim demişdi Səlmaya ki, alicənab qadındır. Səlma Murada yetər, get, durma get, haydi get, çəkil get. Artıq savuşturmaq vaxtı deyil, get.
Murad Səlmadakı böyüklüyə qarşı sıxılaraq çaşqın bir halda yürür. Bir-iki addım getdikdən sonra dönüb baxır və dərin bir ah çəkərək büsbütün uzaqlaşır. Səlma. Muradın getdiyi tərəf doğru hiddətli və həyəcanlı bir səslə: "Get namərd qonaq, get alçaq mültəci, get miskin hərif, cəllad yırtıcı, get vicdansız, kəndini qurtar yaşaq. Ancaq vicdansızları bəslər dünya." Daha sinirli və qızğın: "Get gözüm görməsin, uzaqlaş dəfol. Nə haqsızlıq etdinsə Allahından bul. Get çəkil get, dinsiz Allahsız xain, murdar izin bu torpaqdan silinsin. Oğlumu söndürdün, yandırdın məni. Get kama, irdirməsin Allah səni. Mərhəmət ya Rəbb, mərhəmət inayət, təhamül ver, qalmamış bəndə taqət. Ah qəlbim, az qalır partlasın Allah. Allah, nə bədbəxt ana oldum, eyvah. Həsrəti könüldə can verən evlad, ah qəhrəman ol, nakam Qanpolad." Deməli bilirik ki, əsər ümumiyyətlə faciə, deməli dramatik növdə faciə janrında yazılıb. Bəs nəyə görə buna faciə deyirik? Faciə deyirik çünki ümumiyyətlə ya faciədə ya əsərin qəhrəmanı ölür, ya da ki, deməli qəhrəmanın ümidləri ölür. Burada baxırıq ki, yəni əsərimizin qəhrəmanı kim idi? Baş qəhrəmanı Səlma. Burada Səlma ölməsə də onun ümidləri ölür. Ümidləri ölür nə deməkdir? Yəni onun ümidi gümanı bir oğlu var idi ki, Qanpolad, o ölür. Deməli bu artıq burada Səlma ananın faciəsidir. Məsələn deyək ki, Müsbət Fəxrəddin əsərində əsərin qəhrəmanı, yəni elə Fəxrəddinin özü ölmüşdü. Daha sonra əsər görürük ki, Səlmanın monoloqu ilə bitir. Eyni zamanda elə Səlmanın monoloqu ilə də başlamışdı əsərimiz. Deməli, daha sonra əsər bir pərdəli faciədir. Baxın, burada görürsünüz, Səlma ananın elə monoloqu ilə də başlamışdı. Allaha üst tutub, deməli, Allaha üst tutub ondan kömək istirdi. Elə sonda da demək olar ki, elə qurtarır Allaha müraciəti ilə. Monoloqu ilə başlayır, elə monoloqu ilə də bitir.